Salam, hər vaxtınız xeyir. Bugün dekabrın 31-idir. 2025-ci ilin son günü. Artıq 12-dən sonra 2026-nı qəbul eləyəcək inşallah. Və çöldə də səs eşidirsiniz, artıq cəmaət başlayıb atəşfəşanlığa. Yəni bu əslində bunu niyə çəkirəm? Bu fişənglər haqqında biraz məlumat verəcəm. Fişənglər nədir? Yəni burada bu atəşfəşanlıqda əslində belə deyək də, bu atəşfəşanlıq əslində bir kimyəvi şoudur və sanki kimyəvi reaksiyaların, maddələrin əmələ gətirdiyi rənglərdir bizə göstərilən. Burada fişənglərin tərkibində bilirsiniz, fərqli rənglər var. Əsasən bunların tərkibində olan duzlardır. Stronsium duzları var orada. Stronsium duzları qırmızı rəng verir fişənglərdə. Barium duzları yaşıl rəng verir. Misin duzları ola bilər, mavi rəngdə olanlar. Natrium duzları var, sarı. Magnezium duzları ola bilər və s. Bu metal duzlarının qızması nəticəsində əmələ gətirən rənglərin harmoniyasıdır. Kimyəvi bir şoudur. Bu şovdan sonra yəqin ki biz 2026-cı ili qəbul eləyəcəyik və səsləri dəyişdirib, bəziləri tələsir, indidən başlayıb. Hörmətli Azərbaycan xalqı, sizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və 2026-cı ilin gəlişi münasibəti ilə təbrik edirəm. Uğurlu həm millətimiz üçün, hər kəs üçün uğurlu il olsun. Daim həmrəy olaq. Bəli, burada da nöqtəni qoydular. Sağ olun, görüşərik.